Salam dostlar. Sizinle Temu bağlamanı açmaq istəyirəm. Çoxdandır açmırdıq bir yerdən. Bugün ayın 27'si de Avqustunda çox bərk gurulduyor. Yəqin yağış yağacaq. Yəni çox bərk. Yəni eşitsəz qorxmayın videodan. Yay bitir. Mən uşaqlar üçün hindi sifariş vermişəm. Belə bir fontançıqla. Burada su yığırsan, sonra buradan fontan çıxır. Göstərim sizə. Göstərmədir. Belə bir şeydir. Yəni su burada doldurursunuz. Yəqin görmüşsünüz blogerlarda. Mən gördüm birində. Və sifariş verdim. Prosto su bura necə? Yəqin su buradan çəkirsiniz yuxarı və belə çəkilmir. Və sonra buraxırsınız. Burada belə böyük fontan çıxır. Sadəcə məndə alınmadı bunu çəkmək. Bəlkə amma belə alındı baxın. Belə bir şey 4 dənə rəngdədir. Sonra burada belə bir çanta üçün mən sifariş elədim. Çantamın qulpunda belə bir şeylər qırılıb. Yaxşı çox sport çantadır. Mən ondan çıxdım. Ona görə sifariş elədim. Bunlardan 2 dənə. Dəyişəcəm çantamda. Bunlar saç üçün beləncik, saç yığmaq üçün renklərdir. Bax, necədirlər. 3 rəngdədir. Qara, belə xallıdır və ağ. 2 dənədir hətta xallı. Mən 3 bilirdim, bunlar 4 dənədir. Çox belə elastikdir, yaxşıdır. Qara və ağ. Bu da planşet üçün, telefon üçün rahat. Məndə var. Başqa yerdə buna baxmaq istədim ki, bu planşet üçün. Mən bunu daha enli biraz təsəvvür edirdim. Belədir, burası rezinli və burada da arxadan belə çıxır. Belə nə qədər istəyirsiniz. Və bura planşet belə qoymaq olar. Telefon, planşet. Sonra 2 dənə case sifariş verdim telefona. Mən xoşlayıram telefonda case'ları dəyişməyə. Belə çox gözəl belə göy rəngdədir. Səma rəngində. Belə bir case. Silikon və belə bir magneti var. Bunu burada yapışkandır. Yapışkanı çıxardıb yapışdırmaq olar düz ortasına. Baxaq. Belə yapışkan çıxır və bura yapışır. Bu birim. Bu ikincisi de biraz belə yaşıl rəngdədir. Belə, bu Clever'dir. Çox sevirəm Clever. Bu deməli uğur gətirir. 4 yarpaqlı Clever uğur gətirir. Çox qəşəng rəngdir bu da. Çox açıq, yaşıl rəngdə. Sonra bu telefon adaptörü belə artıq belə doluyublar ki qırılmasın. Baxacağım necə işləyir. Type-C. Mənə Samsung-a lazımdır. Belə brelokdur. Mən bunu Koreyadan almışdım. Böyük
Brelok yox, belə otaqdan dekorasiya asmaq üçün. Bu da bu Aziyadan, bu da uğur gətirir. Bu qırmızı belə biberlər. Yəni ki, acı biberlər. Belə sırğa sifariş vermişəm. Çox xoşum gəldi. Bijuteriya xoşlayıram. Yəni, qızılın öz yeri var, gümüşün öz yeri. Bijuteriya. Mən ən çox bəzək əşyalarından taxtığım da sırğadır. Belə, yəni pis görünmür. Yəni, qulaqda da yəqin qəşəng görünür. Balaca da deyil. Çox vaxt nəyə sifariş veririk, balaca çox gəlib, amma yaxşıdır, baxın. Qəşəngdir metal rəngində. Və həmişə sifariş verəndə Temudan çalışın. Bir dənə də brelokdur. Bir dənə də brelokdur belə. Və sifariş verəndə çalışın ki, orada yazılır ki, paslanmayan polad. Yəni onu seçsəz daha uzun müddətli və qaralmayacaq. Bu da belə başı ürək formasında olan bir brelokdur. Belə. Açara da taxmaq olar, çantaya da taxmaq olar. Orada özüm də bilmirəm nədir burada. Bu da sırğadır, bu da metal rəngində xoşum gəldi. Hələ ki pis görünmür. Yəni ölçüsü də qəşəngdir, baxın. Çox gözəldir, belə rastınıza çıxsa. Bunlar hamısı paslanmayan poladdan mən seçirəm. Bu dabanlar üçündür, nəmləndirmək üçün. Belə stikerlərdir, dabana yapışdırırsınız. Bacımın dabanları qurudu, onun üçün sifariş verdim. Belə açırsınız və dabana yapışdırırsınız. Bir yerdə baxaq, bu da deyəsən sırğadır. Heç yadımda deyil, görün necə. Belə də pis görünmür. Böyükdür. Belə qəşəngdir, məncə baxın. Bəyənirsiniz, siz taxırsınız belə. Yəni gündəliyə yəqin ki yox, axşam harasa qızlarla görüşəndə taxmaq olar. Arxa hissələri də içindədir. Nəyə görəsə cəmi 2 dənədir. Bir dənə silikondur, bir dənə də dəmir. Cəmi 2 dənə. Niyə belədir? Bu da yenə də daban üçündür. Quru dabanlar üçün belə bir corabdır. 2 cüzdür burada. Bu da dabana krem falan çəkib belə geyinirsiniz. Belə silikon tərəfi. Bura yapışqandır. Yəni yəqin ki belə yapışdırım qalsın, nəm qalmalıdır. Və ayağa geyinirsiniz. Bu silikonda yəqin tərkibində nəsə var ki, nəmləndirir. Belə corabdır, 2 cüt. Sonra yenə də bu, yəni ki çanta üçün 2 sifariş verdim. Və belə gəlib 2 dənə də qızılım. 2 dənə qulpu var çantamın. Biri uzundur, biri qısa qulpu. İkisini də dəyişəcəm ki eyni olsun. Burada da belə bir broşdur. Bu tip tematikası ilə belə xalatın üstünə məndə qəşəng olacaq. Vloglarıma baxanlar bilir, yəni ki mən həkiməm. Bu belə salfetkalardır, gümüşü təmizləmək üçün.
yoxlamaq lazımdır. Bir də sırğadır, amma bu göründüyü kimi deyil. Çox nazik. Çox nazik, bilmirəm necə görsənəcək qulaqda, amma belə də açılır buradan. Belə sırğa. Belə bir üzük verirəm. Bunu da açmaq olar, parmağı olmursa. Mənim parmaqlarım nazikdir. Belə görsənəcək. Həm pis deyil. Biraz qalın parmağı açmaq da olur. Yəni ölçüsünü böyütmək olur. Bu da belə bir tip simvolikasıdır. Belə bir yaxalıq vurmaq üçün də. Arxası da belə. Bu da mənim işim üçün belə iynələrdir. Bu stomatoloji iynələrdir. Amma məndə bəzi dərmanlar var ki, onları burada yığıb, yəni ki, pilingləri, elə pilinglər var ki, onları bax belə bir iynə ilə üzə, yəni ki, yayıram. Yəni götürəm və sonra əlimlə yayıram. Bir dənə də belə sifarişim var, bilmirəm. Göstərim, qızlara maraqlı olar, bilmirəm, belə bir üst uçundum. Belə bir buz qalçırdım. Deyəsən, böyükdür. Yəni, ölçüsünü bilmədim, belə dəqiq baxdım. Bilmirəm, yəni ki, necə olacaq, rahat olacaq, olmayacaq. Belə bir buz qalçırdım. Biraz rezin iyi gəlir bundan. Yəni, yəqin ki, geyinməyəcəm. Belə, bu qədər, bitdim. Bilmirəm, maraqlıdır sizə, yoxsa yox. Öz fikirlərinizi yazın. Sağ olun, dostlar.